Word proqramında yazı yazarkən yazıların altında qırmızı rəngdə və yaxud yaşıl rəngdə dalğavari xəttlərin görünür və bu da bir çox insanları narahat edir və tez-tez bizə zəng edib soruşurlar ki, biz necə edək ki, bu qırmızı xəttlər və yaxud yaşıl xəttlər mətnin altında görsənməsin. Bu halda fayl menüsünə girib Options əmrini seçib Profiling səhifəsinə keçmək lazımdır. Buradan Check Spelling as you type əmrini bu göstəricini buradan götürmək lazımdır. Beləliklə qırmızı qırı-qırı xəttlər görünməyəcək. Eyni əmri bir daha verməklə bu göstəricini buradan götürmək yaşıl dalğavari xəttlərin də görünməməsini təmin edə bilərik. Beləliklə bundan sonra rahat işləyə bilərik. Yox, əgər qrammatik səhvlərin göstərilməsini görmək istəyirsinizsə, fayl menüsünə girib Options'a giririk. Profiling əmrini seçirik. Buradakı göstəriciləri yenə yerinə qoyuruq. Beləliklə də həmin yaşıl və qırmızı dalğavari xəttlər görünəcək.